Sən bu planetdə fəzada uçan bu sirli daşın içində doğulursan. Bu dünyaya heç nəyə sahib olmadan gəlirsən. Geyimsiz və adsız halda. Hər hansı bir məqsədə və ya düşüncəyə sahib olmadan. Lakin bütün bunlar sürətlə dəyişir. Həyatın ilk günündən səni himayə edən, səninlə danışan, səni öyrədən insanlar tərəfindən sənə kimlik verilir. Onlar adını, kim və nə olduğunu sənə deyir. Sənə nəyin doğru və nəyin səhv olduğunu öyrədirlər. Bir zamanlar boş olan səhifə bir anda sərt hədlərlə dolmağa başlayır. Bunu bilmədən öncə ildən ilə xüsusi bir düşünmə və davranış tərzi ilə şərtləndirildiyin bir sinif otağında oturursan. Əgər onların həqiqətlərinə tabe olsan və qanunlarına sadiq qalmağa davam etsən, ağıllı, bacarıqlı və nümunəvi şagird olaraq təriflənirsən. Həyatının ilk 20 ilində, bəzən daha artıq müddətdə mütəmadi olaraq öyrənirsən və özün üçün həqiqət anlayışı formalaşdırırsan. Təhsil sistemi heç şübhəsiz ki, bir şəxsin kimliyinin formalaşmasında böyük rola sahibdir. O, sənin güclü və zəif yönlərini sənə deyir, qanun və nizamnamələr çərçivəsində çalışmağı öyrədir, hətta sənə bəzi peşələr də təklif edir. Lakin heç öz-özünə sual verdinmi? Mən kiməm? Mən valideynlərimin mənə verdikləri bu adammı? Mən içində yaşadığım bu bədənəmmi? Həqiqətən də mən sadəcə bunlardanmı ibarətəm? Həqiqətən də mənim həyatım ana bətnindən çıxdığım zamandanmı başladı? Həqiqətən də məni qəbrə qoyduqları zaman var olmağa davam edirəmmi? Sadəcə bir dinin içində doğulmuşam deyə o dinə mi inanmalıyam? Onların mənə öyrətdikləri hər şey yalan idisə, bəs onda necə? Nə zamansa öz-özünə bu sualları vermisənsə, onda bu serial sənin üçündür. Çünki biz sənin bu həqiqəti bilməyini istəyirik ki, sən sadəcə doğulmamısan. Əslində bu sənin qayıdışındır.